Kimerilər eradan əvvəl 8 və 7-ci əsrlərdə Cənubi Qafqaza gələn ən böyük türk soylarından biridir. Miladdan öncə 8-ci yüzilliyin yarısına qədər Kimeriya olaraq İdil nəhrindən Qara dənizin quzeyinə qədər olan bir ərazidə məskunlaşıb. Köçlər, miqrasiyalar zamanı Adler keçidindən adlayaraq Cənubi Qafqaza üz tutur. Cənubi Qafqazdakı Qəmərli, Kəmərə, Kəmərli toponimləri bu qədim türk soyunun adı ilə birbaşa bağlıdır. Kəmərli Qazağın İncə dərəsinin ən böyük kəndlərindən biridir. Böyük adlı sanlı övladları, tarixi şəxsiyyətləri, alim və müəllimləri olub bu qədim türk soyunun. Bunlardan da biri orta məktəbdə ədəbiyyat müəllimi olmuş Lətif İskəndər oldu. Yurt həmişə qalandır, daimi məkandır bizə. Onun yaxşı kişiləri də həmişə adla olub və adlandır. O kənd bilirsiniz, həm müqəddəs bir yerdir. Rəhmətli Mürsəl müəllim deyir də, o kənd deyirdi Allahın salam mələkünün qutaran yeridir. Çünki o tərəfdə deyirdi gavurlar yaşayır. Ora qədər deyir Kəmərli müqəddəsdir ki, orada deyir Allahın salamı deyir. Müqəddəs salam orada dayanır. Amma o yerdə, o yurtda siz demişkən, istər elm aləmində, istər pəhlivanlıqda, çox qüdrətli pəhlivanlar olub orada, istər sənətdə, rəhmətlik Aşıq Cəlaldan o tərəfdən bəri, İncə dərəsi özün bilirsən ki, çox böyük bir, hətta Osmanlıların müfəssəl dəftərində də o, kameral onların o vaxtı adı çəkilir İncə dərəsi və orada kimlər nə qədər indi naloqlayırıq da o vaxtı vergi, neçə evdən tüstü pulu filan fəsməkən çox müqəddəs bir kənddir ora. Müqəddəsliyi də odur ki, elə Salahlıdan dönüb üzü belə baxanda, gedəndə o dağlara, o gözəl yerlərə, yurtlara baxa-baxa gedirsən, Kəmərliyə çatanda bir nəfəsində tamam bir ayrı ruh olur. Elə bil orada ruha gəlirsən, dirçəlirsən, bir dərindən nəfəs alırsan. Bir də bir xüsusiyyətdə deyim. Kəməri kəndinin cəmaatı həmişə vüqarlı yeriyib. Başı bax, belə dik yeriyib. Mənim mamam oğlu var, indi orada müəllimdir, usta müəllim. Bir dəfə ondan soruşdum ki, ustam, o həm də daim Lətifin dayısı oğludur. Deyirəm, sizin kənddə hamı belə dik yeriyir, bu nədir xeyirlə? Deyir, dərədə yerləşirik biz. Səhər tezdən duranda, o tezdən bizi qaldırırlar. Başımızı qaldırırıq ki, görək bu günəş hələ çıxırmı bu gün? Çünki yuxudan duran kimi bir gün çıxmağına baxırıq. Günü deyir, gözləyirik, gün çıxır. Axşam da deyir, bu tərəfdə dərədir deyir, gün batana qədər deyir, da aran yerindəki kimi başımızı aşağı salıb baxmırıq ki, görək gün batıb mı? Elə belə baxırıq deyir, yuxarı. Ona görə deyir, burada deyir, bir təbiətin də qüruru keçib. Kəlbəcər Ağcakən tək tənha mənzil. Gözlərin önündə göründüm qəfil. Şənlik axşamıydı. Sanki elə bil can alan göz qaşın yadıma düşdü. Şirin danışığın, gözəl gülüşün, mehriban söhbətin, asta yerişin. Ayrılıq çağında kövrək baxışın, o axan göz yaşın yadıma düşdü. Sevincini bir-biri ilə bölüşən, dostlar da şən idi, özümüz də şən. Şənlik gecəsində deyib gülüşən, neçə qız yoldaşın yadıma düşdü. Neçə qız yoldaşım yadıma düşdü. Fatım müəllim birincisi mənim gözəl bir atam idi. Allah bütün keçənlərə rəhmət eləsin, bütün valideynlərə rəhmət eləsin. Fatım müəllim bütün ömrünü mənə həsr eləmişdi. Məni böyütmüşdü. Məni oxutmuşdu.
və tərbiyə vermişdi. Və həmişə deyirdi ki, təmiz insanların, yaxşı insanların ətəyindən tut. Və mən də o minvalla, verdiyi tərbiyə ilə orta məktəb qutarandan sonra Gəncə şəhərinə gəlmişəm, 84-cü ildə. İşləmişəm, öz işlədiyim kollektivdə özümə həm hörmət qazanmışam və yer tutmuşam. Fəthi müəllim həm savadlı, həm səmimi, hamı üçün müəllim idi. Lətif müəllimi gözəl ədəbiyyatçı kimi, müəllim kimi tanıyırdıq. Fəqət şair kimi açıq mənim heç anlayışım olmuyor. Nə də o barədə bir söz söhbət olmuyor. Necə tapdım əl yazmasını, necə araya ortaya gəldi Ömürdən qalan izlər kitabı. Avdu müəllim, Lətif müəllim rəhmətə getdi. Elə bil 40-ına yaxınlaşan ərəfələrdə mən bunun arxivinlə məşğul oldum. Açığı o arxivləri də heç mənə də göstərtmirdi. Özünün otağı və balaca bir arxivi var idi. Mən bu kitabları, onun oxuduğu əsərləri, yazılarını, pozularını bir araşdırdıqca oturdum onun elə bir balaca bir arxivində. Vərəqlədikcə gördüm ki, Lətif müəllimin xeyli şeirləri çıxır. Hamısı vərəq parçalarında. Yazıb birini bir kitabın arasına qoyub, yazıb birini bir dəftərin arasına qoyub. Nə bilim belə orada Belə dağınıq halda. Dağınıq halda vərəqlərdə idi. Özü də hamısına tarix qoymuşdu. Kitabda da dərc olubdu. Yazılma tarihi. Yazılma tarixlərini qoyub və hardan nəyə görə yazdıqlarını altından qoyub. Lətif müəllim tək Qazax rayonunda işləməmişdi. Lətif müəllim hardasa müharibədən sonra, müəllimlər seminariyasını qurtarandan sonra Kəlbəcərə müəllim təyin ediblər. Kəlbəcər rayonu Ağca kəndinə. Bu orada bilmirəm 2 ilmi, 3 ilmi orada orasını dəqiq yadımdan çıxıb orada müəllim işləyib. Və orada həmən kəndin və rayonun, Kəlbəcər rayonunun əhalisinin arasında böyük bir hörməti var idi. Və o müəllimlərin 70-80-ci illərə qədər, onda telefon zad yox idi da. Təbii. Onda bu orada məktublar alırdı. İşlədiyi müəllimlərlə, orada yaşadığı insanlardan məktublaşırdı. O məktubları mən də açıb oxuyurdum. Orada Qulam müəllim var idi, Şamil Əskərov var idi. Sonra Kəlbəcər rayonundan Goranboy, o vaxtki Qasım İsmailov rayonuna bu oradan təyinat kimi götürüb dəyişdirilib. Goranboy rayonunun, indiki Goranboy rayonunun Faxralı kəndində, ondan sonra Bağçakürd kəndində, Nizami kəndində burada müəllim işləyir. Hörmətlə, izzətlə ömür sürmüşük. Gəzmişik sinəndə bəlalı dağlar. Oynayıb, oxuyub, həm də gülmüşük. Nahaq düşdüm sizdən aralı dağlar. O yerdə düşmüşdüm qara borana, dəyişdim işimi indi arana. Ağcaqanad yağıb sanki yorana, burada adam solub saralı dağlar. Lətifi qorxudub qaçırdın oradan, dəli dağdan əsən borandan, qardan. Qoru ginən barı qəmdən, qubardan, tapşırıram sənə dostları dağlar. Tapşırıram sənə dostları dağlar. Və bu yaxınlara qədər, bu 5 il, 10 ilə qədər mən orada xeyir işlərdə və yaxud yas yerlərində dostun, tanışın, iş yoldaşlarının yerində olanda o kəndlərdə. Çünki mən orada bilirdim atam tarixindən ki, bu harda işləyib və necə işləyib. Lətif İskəndərli şeirlərini bu imza ilə yazırdı. Yurdum şair oğlu Ələddin İncəli ilə cavanlığında dost sirdaş olub. Ahıl çağlarında da bu doğmalığı davam elətdirirdi. Bir dəftər şeiri olduğunu hamıdan gizlini saxlasa da ona sakitcə pısıldayıbmış. Elə axır günlərini daha çox onunla keçirərdi. Dərdləşər, şeir sənət söhbətlər eləyər, həyatın, dünyanın faniliyini yada salıb kök götürərdilər.
Yeganə kitabına ön sözü də Ələddin İncəli yazıb. Lətifin əlimə keçən şeir dəftəri onun müəllim olduğu Kəlbəcərdə, Ağkənd köyündə, Goranboyda müəllimlik etdiyi obalarda keçirdiyi acı ovqatdan yaranır. Yanğımı söndürmür su da, zəy dadır, acıdır o da. Cavan ömrüm gedir bada, olmuşam yaralı indi. İsmail müəllim, Lətif müəllimlə bağlıdır söhbətimiz. Bizə dərs deyən vaxt, müəllim olan vaxt Lətif İskəndərov idi. Sonra isə indi yaxşı ki, elə bu kitabda Lətif İskəndərli yazmısınız. Gözəl bir müəllim idi. 8, 9, 10-cu sinifdə mənə ədəbiyyatdan, yəni biz sinifə dərs deyib bu. Bu böyük kişi. Çox həssas müəllim idi. Mən də biraz ədəbiyyata meyilli idim açığı. Ona görə bizim aramızda çox doğma münasibət yaranmışdı. Çox doğma. Elə gələn ki, bir dur danış. Avdı da biraz etibarsız çıxdı. Bu müəllimin mehribanlığını, sədaqətini lazımınca özünə qaytara bilmədi. O mənada ki, valideynlərdən sonra insanı formalaşdıran müəllimdir. Onu layiqincə işıqlandıra bilərdi. İstər televiziyada, istər mətbuatda, indi də olacaq. Ancaq sağlığında olsa, biraz da ona qürur verərdi. İnanırsan ki, mən bu təəssüf indi çəkirəm. Öyle bir sözdən sonra bir nəfərdən simaris gəldi ki, bəs bu Lətif müəllimi heç xatırlamır. Elə bir yuxudan ayıldı. Gec də olsa, Lətif müəllimlə bağlıdır söhbətimiz, ruhu şad olsun. İstəyərdim ki, nəsil şəcərəsi ilə bağlı onun məlumat verirsən. Çox gözəl xatırladınız müəlliminizi. Əslində heç gec də deyil, nə olar indi o haqq dünyasındadır, amma elə ruhu bu dəqiqə elə bu ətrafda dolanır. Sizin də danışdığınız, bütün söhbət etdiyiniz bu məqamda mənim də qanım coşdu. Nə mənada? Çünki o mənim dayımdır, doğma dayımdır. İskəndərlilər əslində bunun lap ulu babası, yəni atasından sonra İsmail Əfəndidir. İsmail Əfəndinin atası İbrahim, Molla İbrahimdir. Onun da atası İskəndərdir. Molla İskəndər. Familiya oradandır. İskəndərli oradan gəlmədi. Bir 4 baba o tərəfdən İskəndərlilər oradan gəlib. Əslində Kəmərlinin özün bilirsən də müxtəlif nəsillər var Kəmərdə. Şadlıqlılardandılar bunların. İsmail Əfəndigilin səcərəsi. Lətif müəllimin anası Güllər nənəmizsə, o Qaymaqlıdandır əslən. O da Qaymaqlıdandır. Deməli, müharibə başlayan dövrdə Lətif müəllimin atası müharibəyə getdi. 13 yaşı var idi bunun onda. Evdə ən böyüyü də Lətif müəllim. 5 uşaqla qalmışdılar. Təsəvvür elə 13 yaşında uşaq anasıyla bərabər, o vaxtı kolxozlar idi da, kolxozlara gedərmiş, dərz bağlayarlarmış, nə bilim, biçim biçərlərmiş, nə eləyərlərmiş. Evin kişisi kimi həmişə nənəm bunu deyirdi ki, mən deyirdi onun arkasında dururdum, deyirdim, abala qorxma, çöldə deyir, hərdən birdən deyir, şaqqıltı gəlirdi, tıqqıltı gəlirdi. Bax, o məqamda deyir, həmişə Lətifi özüm qabağa verirdim ki, kişi kimi deyirəm, arkasında dururdum, deyirdim, qorxma. Lətif deyirdi, çox zülümlər çəkib abala. O, bu 5 uşağı deyir, yerdə qalan balaca 5 uşağı mənlə bərabər böyüdürdü deyir. 13 yaşında uşaq. Evin kişisi sayılırdı, deyir o. Çox qəribədir ki, həm də Lətif müəllim mənim əmin professor rəhmətli mərhum Mürsəl müəllimlə bir oxuyublar. Allah rəhmət eləsin. Qazaxdakı pedaqoji institutda bir yerdə oxuyublar. Sonra da APİ-dən elə olur ki, 1-2 kurs o gec gəlibdi məktəbə. Mürsəl müəllim ondan qabaq gəldi. Filologiyanı. Filologiyanı. Deməli, Lətif müəllim 49-cu ildə qurtarmışdı Qazax seminariyasını. Kəlbəcərə göndərmişlər. Orada özü sonra söhbət edirdi. Kəlbəcərdə deyirdi, bir Şamil Əskərov var idi, maarif müdürü. Çox deyir, vətənpərvər, xalqa bağlı, elmə təhsilə bağlı elə bir kişi idi. Gənc müəllimləri də deyir, həmişə çox hörmətlə qarşılayırdı və tapşırırdı yerlərdə ki, gənc müəllimlərdən müğayət olun ki, getməsinlər bizim balalara burada təhsil versinlər. Dağ kəndlərində oralar. Ötən əsrin 70-ci illərində 8, 9, 10-cu sinifdə ədəbiyyat müəllimim olub. O vaxt
Təzə gəlib çıxmışdı öz Yoma kəndinə, obasına, öz məktəbinə. O vaxtda onu duyurdum, hiss eləyirdim. Üzündə bir yorğunluq var idi Lətif müəllimin. Nurlu, işıqlı cöhrəsi biraz sarıya çalırdı. Biraz da əsəbi idi. Uzun yolun, ziddiyyətli olayların yorğunluğuymuş sən demə. Bunu indi bildim. Oğlu Azadın çap etdirdiyi kitabı oxuyandan sonra. Sən demə, şeir də yazılmış Lətif müəllim. Bizi bir-birimizə bağlayan doğmalığın səbəbini indi bildim. Bir dəfə tələbə vaxtı semestr imtahanında İsmail Işıqlı rəhmətli coşqunluqla danışdığımı görəndə dedi ki, orta məktəbdəki ədəbiyyat müəllimin şair olmuyor ki, mən təbii israrla yox dedim. Ola bilsin sən bilmirsən dedi. Adı nədir? Lətif müəllim İskəndərov söylədim. Tanış gəlmədi deyib israrla İsrail Mustafayevə baxdı. O da başını buladı. Yəni mən də tanımıram demək idi bu. İndi düşünürəm ki, müdriklər boş söz deməz. Rəhmətə gedəndən sonra mən bunun arxivinə baxdım. Çünki atamın mənə miras qoyduğu, onun qoyduğu tərbiyəyə görə mən özümə sığışdıra bilmirdim. Və özümə bir yer axtarırdım ki, nəsə özümü o kişiyə görə özümü nəsə bundan təskinlik alım. Bu şeirləri çapa hazırlatdırdım. Bizim kəndimizdə şair adı almış, Yazıçılar İttifaqının üzvü də olmuş Ələddin İncəli şair atamın həm yaşıdıydı, həm taytuşuydu, həm dostuydu. Ələddin İncəliyə müraciət elədim ki, atamdan belə şeirlər tapmışam. Bir bax buna. Bir baxın buna görək nəsə əldə eləmək olarmı? Ələddin İncəli baxdı, götürdü məndən, bir xeyli baxdı, biraz ona baxdı, düzəlişlər də verdi, dedi ki, bu çapa gedəsi şeirlərdir. Mən bunları yığdım, toparladım, Ələddin İncəli də verdi, baxdı. Çap üçün mən bunu Bakıya apardım. Bakıya apardım, orada nəşriyyatla danışıldı. Kim kömək elədi? Kömək eləməyini atamın bacısı oğlu İsmail müəllim var. Bakı şəhərində yaşayır. Və ona göstərdim ki, bu çapa getməlidir. Sağ olsun, o da nəşriyyatların birindən danışdı. Kitab çapa hazırlandı. Hardasa 200-ə yaxın kitab çapa hazırladıq. Tirajla 200 sayı. Tirajı hazırlandı və Lətif müəllimin ən istəkli dostlarına, kitab sevənlərə və mən öz ətrafım insanlara, qohumlara kitabı payladıq. Çox sağ ol ay oğul, ay gözəl kişinin oğlu. Çox gözəl eləmişsən onu. Sağ ol. Bu sənin ən ümdə oğulluq borcundur. Bəli. Sonra da Azərbaycan ədəbiyyatı qarşısında gördüyün işdir ki, növbəti bir yazarın əsərlərini oxucudan kənarda gizlində saxlamaq təhlükəsindən, gizlində qalmaq təhlükəsindən xilas eləmişsən, oxucuların müzakirəsinə vermirsən. Təbiidir ki, elə ötəri mən şeirlərə baxdım, normal, səviyyəli, ölçüsü piçi yerində olan həssas, səmimi şeirlərdir. Ələddin İncəliyə də Allah rəhmət eləsin ki, Allah rəhmət eləsin. Bu istiqaməti əsas götürərək şeirlərin çapını məsləhət bilib, yəqin ki, müəyyən şeylər redaktə edib, təbii şeydir. Kitabda tərtibçinin müəyyən rolu olur. İsmail müəllim də ki, var olsun, həm dayısını işıqlandırır, həm də ki, öz bacıoğulluq borcunu yerinə yetirir. Allah xeyirxahların canını sağ eləsin. Ələddin İncəlinin Lətif müəllimin xatirəsinə yazdığı şeiri həyəcansız oxumaq olmur. Qəlb dostum sən idin, Lətif müəllim. Mən kimi dost həmdən biləcəm indi. Mənlə sir yoldaşı qəm ortağı idin, qəmimi kimlərlə böləcəm indi. Qəzadan gələni bilmək ha olmur, ölənə qoşulub ölmək ha olmur. Ürək qəmlənəndə gülmək ha olmur. Mən necə ürəkdən güləcəm indi. Üç doğma bacını məlallı görüb, Azadı pərişan xəyallı görüb,
Rahibi gözləri suallı görüb ağlayıb yaşını siləcəm indi. İncəliyəm mən də yarıyanmadım. Rahatca qocalıb qarıyanmadım. Səni ki qəzadan qoruyanmadım. Yanına nə üzülə gələcəm indi. Çox duyğusal şeirdir. Əsl bir-birinə sadiq olan iki dostun, iki qardaşın, iki uşaqlıq yoldaşının səmimi etiraflarıdır, göz yaşlarıdır bu şeir. Lətif mənim uşaqlıq həyatda çox ağır keçib. Bütün bu ağırlığın içində, amma lap yaşlı vaxtında da biz artıq onu görəndə biz Borçalıya sonra köçdük. Elə 49-cu ildə atam Borçalıya köçdü. Tahir müəllim. O da Qazağın seminariyasını qurtarmışdı. Borçalıya köçdü. Mənim anam mərhumu da sonra Borçalıdan gəldi, təzədən Kəməridən apardı Borçalıya 50-ci ildə. 50-ci ildə. Yəni Lətif daimi mən tanıyanda artıq 1-ci, 2-ci sinifdə oxuyan daha yaxşı tanıyırdım, onu da gördüm. Daim gəlir, çünki anam da həmişənin içində Lətifin qara gözləri haqqı deyirdi. O da gözün bilməliyimi xatırlayırsan da qara göz, qara çatma qaş bir kişi idi belə. Lətifin qara gözləri haqqı andını içirdi həmişə və bu gələndə bizdə doğrudan bir ruh olur. Bunun qəribə xasiyyəti var idi. Əyilməz yerişi var idi, amma ağır samballı, salğalı yerişi var idi. Həmişə də səliqə sahmanı da indi özün bilirsən də onun qalstuku, böncəyi, filanı, fəsməkəni yeriyəndə də çox vaxt peynəydi, çiyinini atardı, ağır-ağır yeriyərdi belə. Söhbətində də ağır idi, amma çox yumoristik bir söhbəti var idi. Belə deyən, gülən, danışan. Özü qəribə idi ki, belə bir maraqlı, gülməli şey danışır, özü gülməzdi. Mən cavana əmi deyib, utandırdın məni, ay qız. Mən də qəsdən xala deyib, cinləndirdim səni, ay qız. Əmi dediyin ərgəndir. Evdən çıxıb, sərkədəndir. Evlənmək də hünərdəndir. Pul istəyir, yəni, ay qız. Qaymağın yaxşı qaymaqdır. Məqsədim yeyib doymaqdır. Lətifin dediyi haqdır. Dinlə mən deyəni, ay qız. Dinlə mən deyəni, ay qız. Poetik duyğulu adam idi. Mən də sonradan bildim ki, bu şeirlər yazır. Hətta onun atası rəhmətli, o da deyir, cəbhədən məktubları şeirlərlə yazarmış. Lətif müəllimin babası İsmail Əfəndinin taleyi necə olub? Atam danışır ki, 30-cu illər olardı, ya 30 neçənci illər idi belə. Mən də deyir, böyük oğlan idim, 11 yaşımız var idi. Gəldilər, dedilər ki, NKVD-dən gəliblər, İsmail Əfəndini aparırlar. Bir 3-4 deyir atlı idi, o vaxtın milis formasında. Bunlar deyir, gəldilər, kişini deyir, atın qabağına qatdılar. Hətta cəmaat deyir, belə hay salırdı ki, ayıbdır, yaşlı kişidir. Onu niyə atın qabağında Nüfuzlu kişidir. Nüfuzlu kişidir belə. Baxmadılar deyir, qulaq asmadılar. Kənddən çıxacağında deyir, kənddən çıxacağında. Çöndü deyir, bunlara dedi ki, heç olmasa icazə verin. Son namazımı burada qılım, namaz vaxtıdır. Namaz vaxtıdır. Deyir, orada kişi namaz qıldı. Sonra elə yenə atın qabağına qatıb apardılar. Cəmaat deyir, ağlaşırdı. Ham İsmail Əfəndi deyib, deyir, ağlaşırdı. Sonra gəldi, burada məhkəməsi olub. Mən o məhkəmə materiallarıyla sonra tanış oldum. Cəmi 15 dəqiqə çəkmişdi material. Adını da qoymuşdular ki, Sovet hökumətinə qarşı apardığı təbliğata və dini inancını dəyişmədiyinə görə. Deməli, bunu nə bilir? Ona cəza kəsdilər və Orta Asiya sürgün elədilər. Biz eşitdik ki, Daşkənddə haradasa o Cağatay qəbristanlığı var, güya orada dəfn olunub. Nəysə getdim, orada da onu düzü tapa bilmədik. Amma yəni İsmail Əfəndinin başına gələn bu hadisələr bax bu cür olub. Musa kişi də qeyd etdiyim kimi müharibə gedib, qayıtmayıb müharibədən. Əziz tamaşaçılar, Gəncə şəhərindəyəm, qədim qaim Gəncəmizdə böyük sənətkarların, söz böyüklərinin uyuduğu bu gözəl məkanda
Elə bura gəlişimizin məqsədlərindən biri də vaxtilə orta məktəbdə ədəbiyyat müəllimi olmuş, 2004-cü ildə dünyasını dəyişmiş Lətif müəllim İskəndərovun övladının sorağına gəlmişik. Çünki oğlu Azad Gəncədə yaşayır. Biraz gecikmiş axtarışdı bu. Çünki üstdən illər keçdi, sağlığında onun özündən müsahibə götürmək olardı. Müəyyən uğurlarını işıqlandırmaq olardı, televiziya çəkilişləri eləmək olardı. Ancaq nə edəyəsən ki, heç eləməməkdən gec eləmək yenə yaxşıdır. Allah o dünyasını versin, nurla olsun. Yenə deyirəm, siz sağ olun ki, bu kitabı ərsəyə gətirmişsiniz. Və indən sonrası isə o öz ömrünü yaşadı, getdi. Sən təbii öz ömrünü yaşayırsan. Lətif müəllimi yaşadan bu kitab olacaq. Bir də onun nə qədər sevən tələbələri, şagirdləri olurlar. Qalanını da Allah bilən məsləhətdir. Var olsun, görünürlə də olsun. Çox sağ ol ki, bu tanışdı, bu xətt alındı. Sağ olun Avcı müəllim. Siz də əziyyət çəkib gəlibsiniz Bakı şəhərinə. Allah sizdən də can sağlığı versin. Onun bir dərsinin əziyyəti deyil. Allah sizdən də razı olsun. O ki, gec də olsa yada salırsınız, işıqlandırırsınız. Allah sizdən də razı olsun. 75 yaşında dünyasını dəyişdi. Dəyişənə qədər də müəllim işləyirdi. Çox qəribə də bir ölüm tarixçəsi var onun. Deməli, yoldaşına deyib gedib ki, bağı bağatı suluyum. Gedib sudu da açıb suluyub. Sonra özünü pis hiss edib gəlib deyib bir isti su qoy yoldaşına. İsti su qoy, ayağımı suya qoyub. Özümü pis hiss edirəm və şair Ələddin İncəliyi çağır. Ələddin Incəli ilə də bunlar uşaqlıq dostluydurlar. Bir oxumuşdular orta məktəbdə zaten. Həmişə bir-birlərinə gedi, gəli, hələ qəribə də bir yumoristik zarafatları var idi bir-birindən. O cümlədən də mənim əmim Mürsəl müəllim Həkimovla bir yerdə oxuduqlarına görə onların da çox qəribə zarafatları var idi. Lətif müəllimin də bütün pedaqoji fəaliyyətin illərində mən nə qədər tələbələri, şagirdlərini görmüşəm, hamısı çox müsbət bir fikirdə. Belə müəllim olub, bizə bax bu cür dərs deyib, bizə belə ədəbiyyatı sevdirirdi. Özündə torpaqla, sevgi ilə, yurtla bağlı çox şeirləri var. Çox sərrast duyğular var. Çox sərrast duyğular var şeirlərdə. ...80-ci illərdə baba dayım danışır ki, Lətif dayımın da bir kiçik qardaşı danışır ki, mən də deyir, yoldaşımı apardım xəstəxanaya qoydum, bir oğlan oldu. Arzumuz da deyir buydu ki, biz atamız Musa'nın adını hansımızsa birimiz qoyaq, bu yaşasın, ad yaşasın. Nənən deyirdi ki həmişə, yox, Musa gələcək. İndi sən təsəvvür et. Yoldaşın deyir. Yoldaşını. Müharibə qutarıb 45-ci ildə kağızlar gəlib bitkin düşməsi barədə filan fəsməkən umutluymuş ki, Musa gələcək. Heç kimə deyir icazə vermirdi ki, uşağa o kişinin adını, Musa'nın adını uşağa qoysunlar. 80-ci il idi. Dedim diraycı, bundan sonra da uşaq da olmayacaq ha bizlərdən. Daha dayandırırıq bunu. Oğlan uşağı. Oğlan uşağıdır. Gəl, dədəmin adını qoyaq buna. Dedi, deyir, abala, dayan. Gedin uşağı çıxardın, gətirin. Mən sonra bir qərar verərəm. Getdik, deyir, uşağı çıxartdıq, gəldik. Gələndə deyir, gördüm cici üzü qibləyə. Cici də biz tərəf, anıya cici deyirlər də bilsən kəməli. Cicim deyir, üzü qibləyə tərəf durub dua edir. Mən deyir, dedim, ay cici gətirmişik. Belə deyir, çöndü, dedi ki, aparın onu yataq otağına qoyun. Qapını bağlayın, yataq otağına qoyun. Bu deyir, qoyduq ora deyir, dedi, hamı çıxın. Çıxdıq deyir. İndi deyir, qapının açar yerindən baxıram, görüm bu arvad neyniyir deyir. Baba dayım deyir. Baba dayım danışır. Deyir, dedim, görüm bu arvad neynəmək istəyir. Qapını örtdü deyir, dizi üstə çöktü yerə. İməhliyə deyir, düz
Uşağı hansı ki barxananın üstünə qoymuş orada yükün üstünə. İməkliyə düz ora qədər gəldi. Uşağın deyir bələyini açdı. Belə qaldır, çövürdü, belə baxdı, çövürdü, belə baxdı. Əlindən tutdu deyir belə uşağın. Sonra deyir şeylədi, qulağına da deyir nəsə pıçılladı onun qulağına. Adını deyir yəqin. Hə, yəqin də ki ad deyir də. Qulağına deyir pıçılladı deyir, uşağı təzdən deyir çox səliqə sahmanla bələdi, qoydu ora. Qapının yanına qədər dalı deyir, diz üstə gəldi. Elə bil ki, o uşaq bir tütüyədir, bir ziyarət kimi gəlib düşüb ora. Həm də ərinin adını qoyur deyə. Adını qoyur deyə. Həm də o məsuliyyət. O belə bircə haşiyə çıxın. Çox vaxt indiki adamlar bir-birinə gənclər də səni sevirəm, səndən ötürü ölürəm. O vaxtın nənələri, babaları dilindən səni sevirəm, səni istəyirəm kəlməsi çıxmaz. Düzdür. Hərəkətlərinlə, baxışlarınla, ondan bir-birinə mimikasından başa salardılar, bir-birinə ki, nə yerdədir. İndi detala bax, sən deyir, arxası üstə deyir, yenə gəldi, dizi üstə deyir. Arxa-arxıya. Arxa-arxıya. Gəldi deyir, qapıyı açdı deyir, dedi ki, abala, Musa gəldi. Musa gəldi. Büyündən deyir, bugünkü gündən. Bu nəslin böyüyü Musadır. Hamı da deyir, indiyənə qədər də deyir. O arvadın o sözləri qulağımızda sırğadır. Hamıdan kiçik olsa da Musa, hamı ona deyir baba deyirdi. Ağrıyır bədənim, incəyir canım. Sanki sağlığıma gümanım yoxdur. Qəlbim çox döyünür, uçub tavanım. Sanki damarımda heç qanım yoxdur. Tapılmır bu yerdə bir qoldan tutan. Gəl alma canımı Əzrail, utan. Başımı qucuyan, nəbzini tutan. Deyəsən heç candan yananım yoxdur. Baxıram hər zaman bir incə belə. O da adımızı gətirmir dilə. Qonaq et bizləri o şirin dilə. Bilirsən, can deyən cananım yoxdur. Biçarə lətifin halına yansan, surətdən təsəlli alır, inansan. Qəlbim tez dayanar, əlimdən alsan. İnan ki, dözmərəm, tavanım yoxdur. İnan ki, dözmərəm, tavanım yoxdur. Ömürdən qalan izlər, dediyim kimi, sağ olsun Azad ki, atası ilə bağlı bu kitabı çap elətdirib. Orada yaxşı bir yazınız var. Həm dayınız haqqında olan yazıdır. Axırda da bir kəmərli ilə bağlı gözəl bir şeiriniz var. Etnoqrafik düşüncələrlə dolu. O doğmaların adını çəkirsən, onların pişirdiyi, mətbəxdə pişirdiyi xəncəllə, yəni mətbəx həyatından, yer-yurd adlarıyla bağlı çox maraqlı detallar var orada. Qəbristanlıqda olan daşlar var. Adamı çox-çox qədimlərə aparır. Ona görə də siz dediniz burada doğrudan da bax orada bir Məhəmməd babanın Çanıda balı, o güllərlə əmin asmada narı, Gülənbər mamamın almadan qaxı, Cəvid meşəsinin Axtazı ovalı, Kəmərli bağları yadıma düşdü. Gözəl, gözəl. Bu bir bəndin o özündə... detallar çox gözəldir. Hə. İkisini oxu, yaxşı detallar deyib bunlar. Meydan qurulardı, toy vurulardı, Zambur oğlu zurnasını çalardı. Səmənd atlar o dəm şaha qalxardı, ərənlər güləşər, toz qoparardı, yallı güləşəngi yadıma düşdü. O Zambur oğlu Musa idi, gözəl zurnası idi, təkcə zurna çalmırdı, bütün bədəni oynuyordu, yadınızda olur. Yadımdadır. Ona görə də elə o xəyallar həmişə məni... Bax, burada indi Lətif dayımla bağlı da bir maraq var. Deyir, Lətif dayımın incə gülüşü, baba dayımızın isti öpüşü. Baba dayım da adamı elə qucaqlayıb öpürdü. Elə bilirsən, udacı idi bu dəqiqə. Belə hərarətli bir kişi idi. Seyran xalamızın xoş təbəssümü. Seyran xalam da bizim baba dayıdan sonra olan xalamız. İndi Gəncədə yaşayır. Bilirim. Yaxınlarda 90 yaşı olacaq. Şüküfə xalamın nurlu çöhrəsi Əfəndi ocağı yadıma düşdü. Şüküfə xalam da dayımgilin ən balaca, bizim balaca xalamız idi. O
Çaylıda müəllim işləyirdi. Hə. Yoldaşı Göyçə müəllim idi. Çaylıda yaşayırdı. Orada da dəfn olunub. Və burada bir də maraqlı bir yer var ki, Lətifə mamamın yarpaq xəngəli. Lətifə mamam da mənim atamın bacısıdır da. Hə. Həmin anamın adı Lətifədir. Həmin atamın bacısı bibi deyirlər də bəzidə. Lətifə mamamın yarpaq xəngəli. Rəhmətlik Calalın sazda dilqəmi. Aşıq Calal. Allah rəhmət eləsin. Böyük sənətkar idi. Aslanın neyində yanıq kərəmi. Aslan da Gümüş babamın oğluydu. Rəhmət. O da Təkzat çalar deyir. Aslanın neyində yanıq kərəmi, çoban bayatısı, baş sarı teli, kəməndin qayası yadıma düşdü. Kəmənd də siz bilirsiniz də, siz orada böyümüsünüz, belə bir gözəl yerdir. Fındıqlı bulağı, Barlı xan bağı, yuxarı məlikli almalı bağı, qartallar məskəni, ərənlər oylağı, tüyrlü kamılın isti ocağı, ipək nənələrin yumşaq qucağı, o qar yağdı baba yadıma düşdü. Bir də bu tüyrlü kamılı xatırlatdım sizə, deyim ki, Allah hər birinin öz cizgiləri olan kişilər idi. öz ona həm də Pəhlivan Kamil deyirlər də, yazına çox belə güləşən möhkəm. Ollu putaqlı adam idi. Onun qızı Fəridə Ləman indi bilirsən Gözəl şairə, yazışı, publisist də. Uşaqları da Yusif indi kənddə yaşayır. Çox belə ağsaqqal bir kişidir. Nəsibə Allah rəhmət eləsin. Allah rəhmət Dünyasını eləsin. dəyişdi. Həsən burada yaşayır. Qızlarının biri Borçalıdadır, biri Kəmərlidadır. Belə yəni böyük ailə idi. Evet. O rəhmətli Kamil kişi də özün bilirdin də. Hamıya əl tutan bir kişi idi. Qaraşıqlı da ümrüboy bir kişi. Bax bu Kəməndir kəndindən bağlı da mənim həm də elə bir xatirələrimdir. Həm xatirə, həm də onun etnoqrafik çizgiləridir, Bəli. detallarıdır. İndi sevimli müəllimim Lətif İskəndərov haqq dünyasındadır, biz isə nahaq dünyada. Təbii ki, o yolu biz də gedəcəyik. Bu dünyada səni yaşadan bir təmiz addır, bir də ömürdən qalan mənalı izlər. Bu hər iki həqiqətə canı dildən xidmət elədi Lətif müəllim, Lətif İskəndərov. Həm təmiz ad qoydu, həm özündən sonra mənalı izlər yazdı ömür xatirəsinə.